Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Müqəddəs kitabda Yaradılış kitabı 1:29-da yazılıb. Allah dedi: "Budur, yer üzündə toxum verən bütün ot ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız." Salam əziz dinləyicilər. Bugünkü podkastımızda qoxusu ilə yay günlərini, dadı ilə uşaq xatirələrini canlandıran bir meyvədən danışacağıq. Yəni yemişdən. Yumşaq ətlisi, bal kimi şirinliyi və sərinləndirici təsiri ilə yemiş təkcə bir meyvə deyil, əsrlərlə sevgi və rifah rəmzi sayılmışdır. Qədim Misir fironları yemişi ləzzətli və sağaldıcı meyvə hesab edirdilər. Qəbir divarlarında yemişə bənzər meyvələr təsvir olunub. Fironlar onun təkcə dadı üçün deyil, həm də bədəni təmizlədiyinə inandıqları üçün yeyirdilər. Roma imperiyasında yemiş lüks qida sayılırdı. Roma zadəganları bu meyvəni bal və ədviyyatla qarışdıraraq ziyafətlərin əsas yeməyi kimi təqdim edirdilər. Orta əsrlərdə yemiş ticarəti İpək yolunun meyvə xəzinələrinin bir hissəsi idi. Xüsusilə Orta Asiyada becərilən şirin yemişlər Çin, Hindistan və Yaxın Şərq arasında qiymətli mal kimi daşınırdı. Ənənəvi olaraq gəlin yemişin müsbət və mənfi xüsusiyyətlərinə nəzər salaq. Onun birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, o su ilə zəngindir və təbii nəmləndiricidir. Yemişin tərkibi təxminən 90-92% sudur. Bədəni susuzluqdan qoruyur və isti havalarda mükəmməl hidrasiyadır. İkinci, o C vitamini deposudur. Bir kasa yemiş gündəlik C vitamini ehtiyacının 50-60%-ni qarşılayır. İmmuniteti gücləndirir və dərini təravətli saxlayır. 3. A vitamini və beta-kerotin. Yemiş göz sağlamlığını qoruyur və dəri üçün güclü antioksidant təsirə malikdir. 4. O kaliumla zəngindir və ürəyin dostudur. Yemişin tərkibindəki kalium qan təzyiqini tənzimləyir və ürək-damar sistemini dəstəkləyir. 5. O həzm sisteminə faydalıdır. Təbii lif mənbəyi olduğuna görə bağırsaqları təmizləyir və qəbzliyin qarşısını alır. 6. O arıqlamaq istəyənlər üçün ideal vasitədir. Az kalorilidir və təbii şəkəri sayəsində şirniyyata alternativ ola bilər. Amma bununla yanaşı bir neçə mənfi xüsusiyyətləri də var. Gəlin onlara baxaq. 1. Həddindən artıq istehlak şəkəri yüksəldə bilər. Yüksək qlukoza tərkibi diabet xəstələri üçün risklidir. 2. Həssas mədədə qaz yarada bilər. Soyuq şəkildə yeyildikdə və ya digər qidalarla qarışdırıldıqda diskomfort yarada bilər. 3. Çiy halda saxlandıqda tez xarab olur. Xüsusilə isti havalarda mikrob riski artır. Tez-tez salmonella və ya E. coli ilə yoluxma hallarına səbəb ola bilər. 4. Qan təzyiqi aşağı olanlara ehtiyatlı tövsiyə olunur. Kalium çoxluğu təzyiqi daha da aşağı sala bilər. Və sonuncu, allergik təsir. Nadir hallarda da olsa, bəzi insanlarda ağızda yanma, qaşınma və dəri reaksiyası yarada bilər. Nəticədə yemiş təkcə dadlı meyvə deyil, həm də sağlamlığın təbii dəstəkçisidir. Amma unutmamalıyıq ki, hər şey ölçüdə gözəldir. Bu şirin neməti düzgün zaman və miqdarda qəbul etdikdə həm bədənimiz, həm də ruhumuz rahatlıq tapacaq. Yay aylarının bu təbii hədiyyəsini
şükranlıqla və ağılla istifadə edək. Növbəti podkastımızda görüşənədək sağ olun və hər zaman sağlam qalın.